Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Yeni bir həyət evi çəkməyə gəlmişəm. Xırdalanda 119 saylı marşrutun yolun üstündə yerləşən belə bir qanuni 2 otaqlı ev çəkib təqdim edirəm sizə. Çəkilişi koridordan başlamışam. Bura hal-hazırda bizim koridorumuzdur, mətbəx mebeli mövcuddur. Evimiz ümumi qanuni 2 otaqdan ibarət, yəni bina proyektidir. Bura əsas evə giriş qapısıdır həyətdən. Burada bizdə yataq otağı yerləşir, burada isə yerləşir qonaq otağı. Həyəti də axırda çəkib göstərəcəm sizə. Burada solda sanitar qovşağı yerləşir. Bütün aksiyonları mövcuddur. Kuxna mebeli həmçinin quraşdırılıb. Hal-hazırda evin qonaq otağına daxil olaram. Belə bir geniş qonaq otağı var. 20 kvadrat ölçüləri. Ümumi evin ölçüləri 65 kvadratın içindədir. Ümumi sahəsi 65 kvadratdır. Belə bir qonaq otağıdır. Onun öz müstəqil pəncərəsi var. Burada isə bizdə yerləşir yataq otağıdır. Bunun da pəncərəsi həmçinin çıxır öz həyətinə. Çox gözəl bir proyekt əziz izləyicilərimiz. Elə bir binanın proyektidir. Evin start qiyməti gördüyünüz kimi 45 min manat qoyulub. Real alıcı olanda yenə də mənzilə baxış etsinən sonra endirim olunacaq. Bura isə həyətidir. Belə bir həyəti var, yəni balaca xurmanın həyəti var. Paltar asmağa, oturub durmağa. Bu ev düz yolun qırağında yerləşir, əziz izləyicilərimiz. Belə bir yolun qırağında da avtobus gördüyünüz kimi evin qabağından keçir. Bu evi həmçində belə bir kommersiya məqsədli istifadə eləmək olur. Yəni kimsə alıb bu evi obyekt kimi də eləyə bilər. Həmçinin ev kimi də oluna bilər. Obyekt kimi eləsəz 2 yerə bölüb 250 manat, 350 manat, ayda 500 manat kirayə verə bilərsiniz. Video axıra qədər izlədiyiniz üçün sizdən təşəkkür edirəm. Kanalımıza abunə olmanızı, video bəyənmənizi sizdən gözləyəcəm. Sağ olun, salamat qalın.